Herkese salam, kanalıma xoş gəlmisiniz. Biz yenə ana bala geyindik, hazırlaşdıq. Gedirik şəhərə, rəfiqəmlə görüşəcəyik. Səhər yeməyinə getməliyik, amma məkan seçməmişik. Gedək görək havanı seçirik. Bağla qapını. Bağla gedək. Bağla qapını gedək. Hara gedirik? Qızım, hara gedirik? Xalaya. Nə gözəlsən. Ay. Ay. Gedirik ana bala dayanacağa. Bu dəfə Nurun başına Allah'dım. Evdən şirniyyat götürmüşdüm. Mağazada verdim. Biraz təzə almışam. Hə Nunu? Sən xəbərin yoxdur amma. Sən yemaz. Hə Nunu? Nunu, hara gedək? Nur. 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 Ay Nur. Mamaya bax. Neynəmsən? Bunlar nədir? Nur. Nur. Çox qəşəng oldum amma hə Nunu? Görüş yerinə biz 20 dəqiqə tez çatmışdıq. Rəfiqəm də bir 10 dəqiqə gecikdiyinə görə başladıq özümüzü çəkməyə, ətrafı çəkməyə. Rəfiqəm artıq 2 ildir ki, Türkiyədə yaşayır. Ona görə ancaq ildə bir dəfə o gələndə görüşə bilirik. Nur, quşa bax, haydi. Baxdım. Bu stikerləri yol üstü mağazalardan birində mənə aldırdı, amma yaxşı ki almışam, başı biraz qarışdı. Dur, bax, aynını. Xanım nəhayət gəlib çıxdı. Nünü kucu elə, kucu elə. Xalan kucu elə. Rəfiqəm Nur üçün belə şirin bir hədiyyə almışdı. Uşaq üçün makyaj seti idi. İçində fırçaları, tem, pomada, dırnaq üçün pilka, nə bilim qolbaq üçün muncuqlar, onun sapı, saç üçün broşlar var idi. Yolun ortasında məcbur elədi, açdırdı təbii ki bizə. Aldırdın axırışar. Mübarəkdir. Sən niyə ağlayırsan? Yaxşı, sürü yerdə, nə istəyirsən elə. Nə yiyəcəksən? Nə yiyirsən? Hə Nunu? Nə yemək istəyirsən? Ay qız. Bu lap betər yiyir. Bunu da çıxardım. Sen? Hə, bundan qolbaq düzəldirsən. Bundan mama sən qolbaq düzəldər, yaxşı? Nur fire giyir ancaq. Hə Nur? Mənim ən yaxın rəfiqəm. Nur, mamaya bax. Üzün gözün nə kimdədir sənin? Kim aldı bunları sənə? Kim aldı onları sənə? Yaxşı, ən normal. Hala bala. Hanım anne. Hanım anne.
Səhər yeməyini çata bilmədiyimiz üçün məcbur günorta yeməyi sifariş elədik, amma yeməklər çox dadlı idi. Seçimimiz isə buranın restoranı oldu. Orada mesela 60 manat. Ne bileyim benzin falan biraz orada bahadır. Burası market qiymətləri bizimkilə eynidir buralar. 350 manat. Onlar nə tərəf? Əslində bizə də orada tanınıb burada yaşayan yaxşı. Mesela orada mən qazanıb bura göndərdim. Hayatım. Ellerimi yerim ben. Heç ağlamadım. Bana bak. Bana bak. Sana parasam. Ülker mənim uşaqlıq dostumdur. 15 ildir artıq bir-birimizi tanıyırıq və dostluğumuz da davam eləyir. Və dostluğumuzun gəldiyi nöqtə o qədər gözəldir ki, təsəvvür edin, aylarla danışmaya bilirik, illərlə görüşməyə bilirik, amma görüşdüyümüz anda, mesajlaşdığımız anda eyni səmimiyyətlə davam edirik və heç birimiz bir-birimizə demirik ki, ay sən məni niyə axtarmadın, sən məni niyə yazmadın. Aramızdakı səmimiyyət nə olursa olsun heç vaxt itmir və bu nöqtəyə gəldiyimiz üçün çox xoşbəxtəm. Biz Ülkerlə 15 ildir ki tanışıq. Gəlin sizə hekayəmizi danışaq, biz tanış olmuşuq. Necə tanış olmuşuq Ülker? Biz 6-cı sinifdə oxuyurduq. Aha. 164 nömrəli məktəbdə. Raziyə 6-cı sinifdə gəldi bizə. Gələn kimi də gözü məni tutdu. Dedi, mən bu qızla dost olacağam. Aha. Bu da qapıdan içəri girdi, mənim də gözüm bu qızı tutdu. Dedi, mən bu qızla dost olacağam. Ondan sonra mən birinci partada otururdum. Raziyə 3-cü partaya qoymuşdu. Mən 3-cü partada oturmağa başladım. Doğru. Qabağa keçmirdim ki. Qabağa keçmirdim. Güləbətin müəllimə gəlirdi. Şey deyirdi, sən niyə yerində yaşamısan? O bir müəllimlə. Biz də ezbərdə otururduq. Belə. Ondan sonra... Sonra sənin gözün zəiflədi deyə yenidən keçdin. Sonra yenidən birinci partaya keçdik. Onda ağlaya-ağlaya. İngiliscə dərslərində həmişə bərabər otururduq. Amma ilk gəldiyim gün mən yadımda ki, axırıncı saat idman dərsi idi. Onda mən tək oturmuşdum nəsə qıraqda, utanırdım, çəkinirdim. Sən yaxınlaşdın mənə, belə başladıq, danışdıq elədik. Mən yaxın rəfiqəm yox idi, ümumiyyətlə rəfiqəm yox idi o günə qədər. İlk ədim məni gözləyirmiş. Qapıdan içəri girdi. Gözüm tutdu bu qızı. Dedim, valla nə dəliliyə elə bilsə bərabər eləyəcəyik. Nələr eləmişik, nələr. Ən başıcası da Süreyya müəlliməni atdığımız o şey. Nə? Sən atmışdın. Nə atmışdın? Ruska gedi. Nə atmışdın? Ruska gedi. Onu atmamışdım. Mən məncə praktikant gəlmişdi. Yox, qəsdən atmamışdın. Birdən getdi ondan. Bir dəfə də biz aramızda yazışırdıq. Güləbətin müəllimi tutmuşdu. Raziyəni Güləbətin müəllimə dərsə çıxartdı. Dərs danışmağa. Bu da gəldi mənim partıma bir dənə vərəq qoydu ki, riyaziyyatı yazmısan, ya da riyaziyyatı neyin yenisi belə bir şey. Elə bir şeydir. Video kəsildi, indi davam edirik. Qaldığımız yerdən davam edirik. Güləbətin müəllimə, Növbəti bir həftə sonra yeni bölümdə nələr baş verdi, danışaq. Nəsə, halbuki indi uşaqların bir-birinə yazışanda alıram əllərindən. O vaxtdan bizə də eyni şey ediblər. Dərsə çıxman da oğlu, həyəcanlanıram ki, görsən nə yazır, görsən nə yazır. Riyaziyyatı neyniyək? O qədər sevdim. Amma çox belə danladı da bizi. Neşləyin üstündə bir dənə nələr yazırlar. Elə bir şeydir ki, riyaziyyatı neyniyək? Yəni dərs haqqındaydı da belə baxanda. Heyf. Yaxşı vurtuldu, başqa şey də yaza bilərdin. Başqa nə yazacaqdı? Uşaq idi. Nə bilim yəni. Neçən sinif idi o? 8 idi deyə. Birləşmişdik. Bir də biz hər tənəffüs bütün koridorları gəzirdik. Birinci, ikinci, üçüncü mərtəbə, dördüncü mərtəbəyə çox az çıxırdı. Çünki dördüncü mərtəbədə uşaqlar. Uşaqlar olurdu. Birinci mərtəbə, ikinci mərtəbə, üçüncü mərtəbə eyni uzunluğunu ölçürdük nə qədərdir. Yəni bilinmirdi, məqsədimiz nədir? Ancaq birə düşürdük, çıxırdıq, İdman yedik də biz o vaxtdan idman xoşduk. Bəli. Ən sevdiyimiz dərsdə idman dərsi idi. Amma mən oynamırdım. Bir dəfə yadımdadır. Mən topdan qorxuram axı. Aslan müəllim məni məcbur elədi ki, gəl oyna. Bir dənə top atdım, getdi dəydi rus sektoru müəlliməsinin başına. Ondan sonra hamısı dedilər ki, get otur, sən oynama.
Hələ də topdan qorxuram. Qəşəng şeylər. Maraqlı günlərimiz keçir. Ondan sonra birbirimizin evinə gedirdik. Birbirimizə də yaxın yaşayırdıq. O qədər dost 28-də olmağı, o qədər böyümüşük ürəkdən biz. istəyirdik ki, birbirimizə küçənin başında mən yaşayırdım, küçənin başında ona yaşayırdı. Biz nə edirdik? Gəlib küçənin ortasında birləşirdik. Görüşürdük. Söhbət edirdik. Dərsdən gələndə söhbət edirdik. Bir saatdan bir sonra. saat. Ondan sonra ayrılırdıq. tam ortada. Ondan sonra ayrılırdıq mən evə. Sonra altı bazarda mən gəldim Raziyə gəlirdi bizə. Məktəbi bitirdiyimizdən sonra keçib 10 il keçib. Hələ biz bunu Deməli, Ülkənlə bir dəfə kinoya getmişik. Kinonun adı Sır Ayət idi, birincisi. Yəni, mən qorxulu kinoya ümumiyyətlə baxan deyiləm. Bu mənə məcbur elədi ki, gedək də. Yəni, elə qorxulu bir şey olmayacaq falan. Mən kinoya baxmadım kimi bir şey oldu. Yəni, gözümü yumub baxdım. Mən də oturmuşam belə. Cinlərdən, pərilərdən idi nəsə. Bu da rahat-rahat baxır, elə bir ki, komediyadır. Arada da deyir ki, bu nədir? Heç qorxulu deyil axı. Mən baxmadım, mən kinoya ancaq gözümü yumub. Bu nə deyir, qorxulu deyil. Bir də baxanda görürəm, rahib qısılıb, gözlərim etdim. Mən də belə əyilmişəm bir komedi. Dedim, sənə nə olub, as gözünü falan filan. Heç nə Qorxulu idi. qorxulu deyil, heç nə yox. Necə qorxulu deyil? Divarda qanlarla yazılar zad var idi. Girirdilər, cinlər, pərlər müsallat olurdu kiməsə. O qorxulu deyildi də yəni ki. Həyatda çox yaşayıb ülkələr bu hallar. Mən cinlərlə yaşayıram hər gün. O qədər cinlər var ki, onlar təəssüflənəm. Deməli, məktəb vaxtı Ülkərin həmişə saçına qarşı kompleksi var idi. Saçı biraz vız dururdu. Bir dəfə dedim ki, gəl bizə mən sənin saçını çiliyəcəm. Öz eləcək ki, deyir ki, yox, mən eləyəcəm də, sən eləyə bilmirsən, mən eləyəcəm. Gəl bizə. Getdim bunlara, nə oldu, danış. Qəşəng ütülədim, düz qaldı. Neçə saniyə? Bir 50 saniyə düz qaldı. 5 dəqiqədən sonra yenə belə, bu belə özü belə. Və gördün, mən sən demişdim, sən bacarmırsan, sən eləyə bilmirsən. Gör nə qəşəng elədim. Amma dedim, hə, yaxşı da, indi eləyib də. Məndə də bir şeylər var. Dedim, gözlə görəcəksən. 5 dəqiqə oturduq, söhbət edik. Mənə soyuq çayından verdi. Həmişə mənə soyuq çay verirdi bu arada. Bir dəfə isti çayını görmədim də mən onu. Gördün yeməsin soyuq. Həmişə soyuq çay verir. 5 dəqiqə oturduq. Gördük ki, yenə belə qıvıcıq düz şeyli var. O qədər əsəbləşdi ki, məndən 5 metr mənim saçımı söyməyə başladı. Dırnağına vurur. Vur, dırnağına vur. Və yenə mənim oldu. Sənə. Nə gözəl qız olmusan. Pamada vurdun, pamada. Halasının hədiyyəsindən əsər əlamət qalmadı. Nur, belə eləyirlər bala. Heç Mən demişlər Nur sakitdir. Mən demişlər Nur sakitdir. anlatdılar səni. Ülkər Türkiyədə olanda biz sinif yoldaşlarımızla görüşdük. Onda Nuru da aparmışdı. Qrupda sonradan yazdılar ki, Nur çox sakit uşaqdır da. Yəni həqiqətən də onların yanında o qədər özünü sakit apardı ki, səsi çıxmırdı da, təsəvvür eləyin. Mən gözüm. İndi Ülkəri gördü, coşdu. Nur. Nur. Aynı Nur. Hava dəhşət isti idi. Özümüzü gücdən atdıq park bulvara. 3-cü mərtəbədə oturduq. Ülkər getdi bizə soyuq içki almağa. Ülkər adını tələffüz etməkdə çətinlik çəkdiyim bir içki aldı, amma çox dadlı idi. Ümid eləyirəm ki, özü şərhlərdə qeyd eləyər, siz də görərsiniz. Baxmayaraq ki, Nur rəfiqəmi 3 dəfə idi görürdü, amma ona çox öyrəşdi. Artıq gedənə yaxın ondan ayrılmaq istəmirdi, oynayırdı. Nədir onun? Hayca. Bəyəndiniz xanım?
Nur bak. Mamaya bak. Mamaya bak. Bak mamaya. Qəşəngdir. Etiketini de çıkartmış, kıyməti adı üstündə. Biabır olasın səni bala. Tam evə gəlməyə hazırlaşırdıq. Dayanacağa doğru yeriyirdik ki, Nur uzaqdan bu atraksiyonu gördü və təbii ki, bundan da geri qalmadı. Bilet aldıq, mindirdik, özümüz də maraqlı vaxt keçirdik, əyləndik. Aksi yüzünə də yapışdı falan. Ay sağ ol, ay sağ ol. İndi vur. İndi bəlkə vur. Nur. Nur. Gedək parka. Və günün sonu. Yorğun insanlar, əbədi xatirələr. Bura qədər videonu izlədinizsə kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.